Hörmətli qonaqlar, əziz tələbələr, bugün 2 nömrəli Bakı Baza Tibb Kollecində Dayaq Sosial Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə məişət zorakılığına yox deyək mövzusunda tədbir keçiriləcək. Tədbirimizə başlamazdan əvvəl ənənəvi olaraq Azərbaycan Respublikasının dövlət himni səslənir. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və razı bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eylesin. Məlumat üçün bildirmək istəyirəm ki, Dayaq Sosial Maarifləndirmə İctimai Birliyi və Birliyin sədri Nican xanıma 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyi, tələbə müəllim heyəti adından öncədən minnətdarlığımızı bildirmək istəyirik. Nican xanım bir haşiyə çıxaq, özü də bizim bu kollecin məzunu olub, sonra fəaliyyətini siyasi yöndə davam etdirib və heç vaxt öz doğma təhsil ocağını unutmur. Çox gözəl, aktual mövzularla hər dəfə bizim tələbələrə belə tədbirləri təşkil edir. Bir daha minnətdarım. Bugünkü mövzumuz da çox aktual bir mövzu olacaq. Məişət zorakılığına yox deyək. İstəyirəm qonaqlarımızı sizə təqdim edeyim. Təbii ki, Dayaq Sosial Maarifləndirmə İctimai Birliyinin sədri Nican xanım Əli Məmmədova, Yasamal rayon İcra Hakimiyyəti narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə komissiyasının katibi Rasim Müəllim Əliyev, layihənin eksperti Gövhər xanım Quliyeva, 20 sayılı vəkil bürosunun vəkili, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Sadət xanım Abdullah,
20 sayılı vəkil bürosunun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mahmura xanım Kərimova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Zinyət xanım Ağaməliyeva və mən 2 nömrəli Bakı Qazeti Kolleci Qiymətləndirmə Monitörlük Bölməsinin rəhbəri Gülər Buzar. Konferensin açılışı üçün sözü təbii ki, Hicab xanımı verir. Buyurun Hicab xanım. Hörmətli qonaqlar, sizləri salamlayıram, tələbələr. Sizə çox minnətdarlığımı bildirirəm ki, bizim tədbirdə iştirak etdiyinizə görə. Dayaq Sosial Maarifləndirmə İctimai Birliyi olaraq Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə məişət zorakılığına yox deyək layihəsini həyata keçirməkdəyik. Layihə haqqında qısa olaraq biraz məlumat vermək istəyirəm. Layihəmizin əsas məqsədi cəmiyyətdə məişət zorakılığının səbəbləri, nəticələri, qarşısının alınması yolları barədə maarifləndirmə aparmaq, zorakılıq qurbanlarını məlumatlandırmaq və onların hüquqlarını müdafiə etməkdir. Cəmiyyətdə geniş yayılmış, lakin çox vaxt gizli olan sosial problemlərin müxtəlif formaları, fiziki, psixoloji, iqtisadi haqqında ictimai məlumatlanmağı artırmaq, qurbanların hüquqları və mövcud dəstək mexanizmləri barədə maarifləndirmə aparmaq, həmçinin zorakılığa qarşı layihə çərçivəsində maarifləndirici materialların hazırlanması nəzərdə tutulur. Bununla yanaşı ictimaiyyətə mövcud qaynar xətlər və sığınacaqlar barədə dolğun informasiya veriləcək. Hüquqi və psixoloji dəstəyin əlçatılmazlığı təbliğ olunacaqdır. Nəticə etibarilə layihə zorakılıq qurbanlarının müdafiəsinə, ailə institutunun möhkəmlənməsinə, gender bərabərliyinin təşviqinə və sağlam ictimai münasibətlərin formalaşmasına tövsiyə veriləcəkdir. Proqramın qəbul təsdiq edilmiş beynəlxalq təcrübə nəzərdə alınma hazırlanır. Məişət zorakılığının qarşısının alınması haqqında qanun 22 iyun 2010-cu il tarixində qeyd olunur. Məişət zorakılığının qarşısının alınması haqqında qanunun qəbul edilməsinin zəruri şərtlərindən, amillərindən birincisi məişət zorakılığı zəminində cəmiyyətdə baş vermiş hadisələr, cinayətlər, intihar halları və s. üzrə statistik rəqəmlər olmuşdur. Azərbaycan Respublikasının Statistika Komitəsinin məlumatına görə 2025-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərər çəkənlərin 1536-sı və ya 6,4% məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər çəkənlərdir. Həmin cinayətlər nəticəsində zərər çəkənlərin sayı əvvəlki ilin göstərişinə nisbətən 18,2% artmışdır. Onların da 78,5%-ni qadınlar, 22,1% artım, 0,7%-ni 1,5 dəfə azalma isə yetkinlik yaşına çatmayanlar təşkil etmiş. Əvvəlki ilə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,5%-ə artaraq 64 nəfər, onlardan 46-sı qadınlar olmuşdur. Məişət zorakılığı dünyada, Azərbaycanda geniş yayılmış sosial problemdir. Zorakılıq fiziki, psixoloji, iqtisadi və ya seksual formada təzahür edərək insanların həyatına, sağlamlığına və rifahına ciddi zərər vurur. BMT məlumatlarına görə dünya üzrə hər 3 qadından biri həyatının müəyyən dövründə zorakılığa məruz qalır. Azərbaycanda da məişət zorakılığı ilə bağlı müraciətlərin artması, xüsusən qadın və uşaqların daha çox risk altında olması problemi aktuallığını göstərir. Məişət zorakılığı yalnız fərdi həyatlara deyil, bütövlükdə cəmiyyətin sosial inkişafına və mənfi təsir edir. Zorakılıq ailələrin dağılmasına, uşaqların psixoloji travmalarının gənc nəsildə aqressiv
davranışlarının artmasına səbəb olur. Eyni zamanda bu problem gender bərabərliyinin təmin olunmasına, sağlam ailə modelinin formalaşmasına mane olur. Maarifləndirmə işlərinin yetərli olmaması, mövcud qanunvericiliyin və dəstək mexanizmlərin ictimaiyyət arasında kifayət qədər tanıdılması problemin daha da dərinləşməsinə səbəb çıxarır. Buna görə də məişət zorakılığına qarşı mübarizə maarifləndirmənin aparılması, ictimaiyyətin maarifləndirilməsi olduqca aktualdır. Layihə bitdikdən sonra layihə çərçivəsində əldə olunan təcrübədən istifadə edəcək və kütləvi informasiya verilişlərində bu istiqamətdə davamlı iş aparılacaq. Görülən nəticələrinə dair ümumiyyətlə layihədə qaldırılmış problemlər həllini informasiya saytlarının TV verilişlərində yayınlanacaq. Bununla yanaşı layihə iştirakçıları qazandığı təcrübə ilə digər bu kimi layihənin reallaşmasında fəal rol oynayacaqdır. Hörmətli şagirdlər, istərdim ki, çəkinmədən layihənin mövzusu haqqında başa düşmədiyi suallarınızı burada əyləşən qonaqlarımıza verə bilərsiniz. Burada əyləşən qonaqlar da sizin suallarınızı cavablandırılacaq. Sözü isə xanıma verirlər, Gülər xanıma verirlər. Dəvət olunacaq Yasamal rayon icra hakimiyyəti, narkomanlılar və narkotik vasitələri qanunsuz dövriyyəsi ilə mübarizə komissiyasının katibi Rasim Məlim Əliyev. Təşəkkür edirəm. İlk növbədə mən bu tədris ocağının rəhbərliyinə, şəxsən Dilarə xanıma dərin təşəkkürümü bildirirəm. Belə tədbiri hazırladığına görə bu tədris ocağının rəhbərliyi həmişə aktual məsələləri görür, bilir, başa düşür, bunu üzə çıxardır və belə tədbirlərin keçirilməsinə şərait yaradır. Dərin təşəkkürümü bildirirəm. Sizə çox sağ ol deyirəm, əziz gənclər ki, bilirəm artıq imtahanlar bitib, artıq tətildəsiz, vaxt tapıb bura yığışdığınıza görə, bura gəldiyinizə görə icra hakimiyyətinə isə dərin təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. İnanın bu ailə zorakılığı məsələsi elə bir aktual məsələdir ki, və bu tədbirləri sizinlə keçirməkdə məqsədimiz odur ki, siz burada iştirak edib, burada deyilənləri qulaq asıb, qəbul edib, ətrafınızda olan dostlarınıza, yaxınlarınıza, hansılar ki, bu tədbirlərdə iştirak edə bilmirlər, imkanları yoxdur, onlara deyəsiniz, onlara başa salasınız. Bir-iki ay bundan qabaq mənim yadımdadır, biz burada bu tədris ocağında narkomaniya ilə bağlı böyük bir tədbir keçirdik. Burada çox tələbələr iştirak edirdi, tədbir keçirdik. Amma inandırım sizi, bu ailə zorakılığı ilə narkomaniya birbaşa bağlıdır. Bir-birinə birbaşa bağlıdır. Zəncirvari kimi bağlıdır. Ailə cəmiyyətin balaca bir üzvüdür. Narkomaniya ilk növbədə ailəyə müdaxilə eləyəndən sonra, bir müddətdən sonra bu cəmiyyətə sıçrayır, cəmiyyətə çıxır. Bu narkomaniya ailəyə daxil olmaqla ailədə qorxunc, ailədə narazılıqlar, ailədə zorakılıq, yəni burada söhbət tək fiziki zorakılıqdan yox, iqtisadi zorakılıq, mənəvi zorakılıqdan da gedir. Bunlar hamısı baş alıb göstərir. Mən sizə buradan çox məhkəmələrdə iştirak edirəm, məhkum olunanlarla, narkotiklərlə, tutulanlarla görüşürəm, onlarla söhbət edirəm, bu suallarımı onlara verirəm. Əsas bu narkomaniyanın bu ailəyə sıçraması, ailəyə girməsi, əsas bunun 3 istiqaməti var. Birincisi bu psixoloji dəyişiklikdir. Yəni hələ ki narkomanın, bu narkotik istifadəçisinin maliyyə imkanı varsa, pulu varsa, o ailədə yalnız aqressivlik, qısqanclıq göstərir. Yəni hələ ki fiziki zorakılığa əl atmır. Bunun hələ ki pulu var, bunun hələ ki imkanı var, narkotik almağa
evdə çox agresiv olur, beyni pozulur hər bir sözlə və burada psixoloji gərgini, ailə üzvlərində psixoloji gərginlik yaşanır. Bir məhkəmə prosesindəyəm, iştirak edirəm. Deməli, təsəvvür edin ki, bacı ilə qardaş narkoman, ərlə arvad narkoman. Təbiidir ki, bu ailədə ilk başlayan oğlandan başlayır bu narkomanlıq. Sual verirəm, soruşuram bu oğlanlardan, bəs nətər olub sənin bacında və yaxud başqasından soruşam sənin həyat yoldaşını. Bu həyat yoldaşı olan o vicdansız, şərəfsiz o kişi adını qoyan deyir ki, o qədər deyir, evdə dırdır eləyirdi ki, başımı götürürdüm, gedirdim, qaçırdım. Yəni bunların hamısından deyir, qaçmaq üçün fikirləşdim, qoy onu da cəlb eləyim. Bu dırnaqlar zaten mənim deyir, başım. Eyniliğlə də o bacısı olan və yaxud başqa bir kiçik qardaşını cəlb eləyən, deyir, ata, ana həmişə mənə danlayırdılar, mənə qarşı çıxırdılar. Dedim ki, qoy ailədə mən tək olmayayım deyərək, onları da cəlb eləyim bu işə. Yəni bu narkomanların orada beyni pozulur, bunlarda nə vicdan var, nə insanlıq qalıb, nə bir heç nə onlar fikirləşmək, bunlar beyni tamamilə çönür. İkincisi bu iktisadi təzyiq. Yəni artıq bu narkotik istifadəçisinin pulu artıq qutaranda bu başlayır oğurluğa, bu başlayır evdən oğurlamağa, evdən aparmağa, başqasının əmlakına talamağa. Bu da bir növ ailə iktisadi təzyiqdir. Deməli, yenə də bir məhkəmə prosesində iştirak edirəm. Bir ailədir, qadındır, ailədə bir 3 yaşında, bir 5 yaşında körpə uşaqdır. Həyat yoldaşı artıq 2 ilin narkomanıdır. Dözürdü, qadından soruşuram ki, dözürdüm, utanırdım, görsənmirdim, biruzə vermirdim. Axırı daha dözmədim, o dərəcə çatırdı ki, axşamlar mən gedirdim, kimsə evini yığışdırdım, kimsə paltarını yuyurdum, kimsə qavqacağını yuyurdum, mənə pul verirdi, gətirirdim ki, uşaqlarıma nəsə alır, bir gün səhər olar ki, evdə bir qəpik də pul yox, bir qəpik də pul yox, evdə yemək yox, adı çörək yoxdur ki, gedirdi ki, o çörək yumurta, yağı, pəncəri zaten bir qoyuram bıraqa. Heç olmasa adi bir çörək alıb, onu qopardım, 3 yaşında uşağım, 5 yaşında uşağım, əlinə verim ki, onu otursun, yesin. Bir konfet nə olan şeydir, bir şey nə olan şeydir, yəni uşaqların bilmirdi, qonşular, uşaqların nə verəndə kömək edən uşaqlar başa düşürdülər ki, bilirdilər ki, bu nə olan şeydir. Yaxınlaşıb o narkomandan sualı verəndə ki, bəs sən də uşaq olmuşsan, biz də valideyn olmuşuq, elə hallar oldu ki, tutalım biz, evdə ən yaxşısını uşaq üçün saxlamışıq, özümüz yeməmişik. Bəs sənin bu necə vicdanın qəbul edir ki, uşaqların sonuncu 20 manatı götürüb, hər şey yaddan çıxıb, qaçıb gedir, o narkotik alırsa olursan ki, deyir, ağım ayılanda başa düşürəm ki, o an bir mümkün deyil də, o an o ağrılar, o mümkündür, heç nə ağrı, nə ana, nə ata, nə bacı, nə uşaq, heç nə gözün qarşısına gəlmir. Və üçüncü, ən sonuncu, ən ağır olan budur ki, o, deməli, necə deyərlər o ki, o narkomanlarda lomka onların dilində deyəndə, lomka ərəfəsində artıq bunlar gəlib çıxanda, o birinci etaplarda, birincidə onlar yüngül narkotik qəbul edirdilər və yaxud o narkotik təzə başlayıblar qəbul eləməyə, bu əlamətlər üzə çıxmırdı. Sadəcə o yarım ildən sonra, 1 ildən sonra, 2 ildən sonra bu narkotik qəbul edənlər onların bədənində lomka başlayır. Artıq onlar artıq heç nəyə görmürlər, heç nəyə əl atmırlar. Bir neçə müddət bundan qabaq bir cavan oğlan idi, 22 yaşında oğlan idi, bir neçə il narkoman idi, müalicə də olunub, mərkəzlərdə xeyri olmuyor. Onu da deyim sizə ki, bu xəstəliyin heç bir müalicəsi yoxdur. Qətiyyən. Eləsi var ki, müalicə olunur, çıxır, gəlir 1 il, 2 il, 3 il, hətta mən görmüşəm 5 il narkotika əl atmayıb, ondan sonra sınır. 1 ildən sonrasını, 3 ildən sonrasını tamamilə bu xəstəliyin sağalması yoxdur. O bir mənalıdır, onu biləsiniz. Yəni, cavan oğlan da durub, yenə də evdə pul istəyib, narkotik üçün verməyiblər. Hər ikisini, atanı da, ananı da qətlə yetirib.
bıçaqlayıb elə orada mənzildə qətlə yetirib hər ikisini ki, buna pul verməyiblər. Artıq bu insanın ucu beyni dahi işləmirdi. Bir 20-25 il bundan qabaq bir hadisəni danışım sizə. Onda belə bir narkomaniya komissiyası yox idi. Mən başqa bir komissiyada işləyirdim. Az yaşlılarla üzrə komissiyada işləyirdim. Bir ailədən bir məlumat gəldi ki, orada uşaq bir özünü necə deyərlər, yaxşı aparılır. Nəsə getdi bu ailəyə, bu ailədə deməli 14-15 yaşında sonuncu sinif şagirdi idi, oğlandı. Ailədə də ancaq bir nənədir, bir də anadır. Ata yox, baba yox, əbi dayı yox. Yəni bir kişi xaylağı ailədə yox, nənə ilə babadır. Keçdim birinci nənə ilə baba, ana ilə oturdum, kuxlada söhbət elədim. Öyrənib görüm oğlanın xasiyyəti, davranışı nədir. Ağlaya-ağlaya mənə deyirlər ki, axşamlar bizim barmaqlarımızı sındırır. Biz dahi dözmürük. Pul istəyir bizdən. Təzəvvür üstü 14-15 yaşında uşaq. Barmaqlarımızı sındırır bizim. Ağlaya-ağlaya oturub, inan tüklər biz olurdu. O qadın nənə bunları danışanda mənə. Pul istəyir, bacardığımız qədər idi, evdə kişi yoxdur, qazanan yoxdur, bacağımız qədər pul verirdik ona, o da uşaqlarından, yaşlılarından geri qalmasın, bunu qanı eləmirdi bu. Gəldim, oturdum, uşaqla söhbət elədim, mənə başa düşdüm ki, bu pul ancaq da o gəzmək, çayxana, əyləncə məsələsi deyil, bu da nəsə başqa bir şeydir. Söhbət eləyə mən gördüm ki, bu uşağın gözləri qızarır, gözləri axır, yəni bu narkomanın bir əlamətləri bu uşaqda var. Özünü qaşıyır, burnu belə eləyir, qulağını dartır, sakit danışa bilmir, biraz agresiv danışır. Mən artıq hiss elədim ki, burada nəsə bir başqa şeydir. Ananla, nənənin xəbəri heç yoxdur bundan. Söhbət elədim, çıxdım oradan, bir sahə müvəkkilinə göstəriş verdim ki, bir o uşağın dalıca bir gül, bax, görüb, o nə işlə məşğuldur o uşaq. Bir müddətdən sonra polisdə mənə zəng vurdular ki, bəs uşağı biz götürmüşük, cibindən marihuana çıxıb və bu narkodispanserdə analizdə vermişik, qanundan da onun narkotik maddəni çıxıb. Təzdən qayıtmışam, gəlmişəm bir neçə gün olanı, anasına da, nənəsinə də danışmışam, bax bu belədir. Təbii ki, ona tutuldu, ona məhkəməsi oldu, yadımda da öyleydi, ona məhrum etmə verdilər, azadlıqdan ya məhdudlaşdırma verdilər, yadımda deyil. Anasına da, nənəsinə də andaman dilədilər, yox, o elə deyil, bu belədir, filandır, beşməkən, bunun lap cibindən çıxanı qoyaq qırağa və inanmırsa. Bu qanından çıxır da bunun da. Laboratoriya göstərdim ki, bunun qanında narkotik var da, buna da inanmırsa. Nəsə, bir neçə müddətdən sonra ana idi, nənə idi, mənə təzədən zəng vurdular, çox böyük narazılıqlarını mənə bildirdilər. Belə agresiv formada az qaldılar, söyüşlə danışdılar bəylə ki, niyə bunu elədin, niyə elədin, niyə belə elədin? Çalışdım ona başa saldım ki, bu hələ ki deyil, gec deyil, cavan uşaqdır, bəlkə də bunun xəstəlikdən müalicə olunlar, geri qalırlar. Yəni, bax, belə hallar da baş verir, belə hallar da hamısı bu, birbaşa bu ailədə zorakılıqla bağlı, bu hamısı narkomaniya ilə bağlıdır. Bunun geriyə yolu yoxdur. Ona görə biz dəfələrlə dönə-dönə, bax, bu gənclərin arasında biz bu tədbirləri keçiririk ki, yenə bir məhkəmədə iştirak edən bir cavan oğlandır, 20 yaşında oğlandır, məhkəməsi keçir. Yaxınlaşmıram, söhbət edirəm, deyir, mən sizi tanıdım, deyirəm, oradan tanıyırsan məni. Deyir, bizim məktəbə gəlmişdiniz, filan nömrəli məktəbdə 4 il bundan qabaq, biz məktəbdə olanda, polislə, prokurorluqla gəlib bizdə belə bir tədbir, narkomaniya ilə bağlı tədbir keçirmişdiniz, mən sizi oradan tanıyıram. İnanın, mənim halım elə pis oldu ki, deyirəm, yaxşı, eşidirdim biz nə deyirdik də, az qalırdır, yalvarardı, bunu heç dadına da baxmayın. İnsan öz orqanizminə cavabdeh ola bilməz ki, birinci dəfədən asıllığa düşə bilər, yoxsa 5-ci dəfədən asıllığa düşə bilər. Eləsi var ki, birinci dəfədən, orqanizm çox zəifdir, birinci dəfədən asıllığa düşür. Asıllığa düşdüyündə bunun geriyə yolu yoxdur. Eləsi var ki, 5-ci dəfədən asıllığa düşür. Bu günləri deməli, bu narkotik satanlar, bu narkotik işbazlar nəyə anlatırlar? Hər dəfədə bu dövlət, biz təzə yeni metodlar ortaya qoyanda ki, bu mübarizəni gücləndirmək üçün, bunlar da hər dəfə yeni metodları ortaya qoyurlar.
Marihuana bildiyiniz kimi ən yüngül bir narkotik olan bir şeydir. Bunun azlığı bir neçə müddətdən sonra insanda yaranır. Heroindir, kokaindir, bunların azlığı çox tez yaranır. Ən ağırı, ən pisi olan bugünkü gündə metamfetamindir. Narkomanların dilində deyəndə ona patı da deyirlər, şüşə də deyirlər. Metamfetamindir. Kimyəvi üsulla hazırlanmış ən ağır narkotik vasitə olandır. Ən ağır narkotik vasitə olandır. Bir müddət onları qəbul edəndən sonra orqanizmdə çürümə başlayır. Əyallardan başlayır, keçir daxili orqanlarda çürümə başlayır. İnandırım sizin təcrübxanada bir-iki nəfər ilə narkoman tutub gətirdən mərdə orada olanda, o otağa mən girə bilmirdim iydən. Əyalların çürüməsindən iydən. Mümkün deyildi. Ən ağır, özü bu günləri onun da üzr istəyirəm qiymətini o qədər aşağı salıblar ki, çoxlarına əl çatan olsun. 5-10 manat arasında, o burslar daha baha olduğuna görə, bunu eləyirlər, bu 5-10 manat, hamısı əl çatan olsun, hamısı onu ala bilsin. Bu bunların bir, necə deyirlər, belə bir icadı. İkinci icad, o ən yüngül marihuana olanın üstünə, bu metamfetamini su məhlulu eləyib onun üstünə fıskırdırlar, səpirlər ki, artıq o marihuananı istifadə eləyən də, tutalım, əgər 5-6 aydan sonra onda asıllıq yaranacaqdırsa, bu iki dənə narkotik bir yerdə qəbul edəndən sonra birinci dəfədə, ikinci dəfədə artıq o şey asıllıq yaranır. Ona görə dəfələrlə biz dönə-dönə deyirik, baxmayın, ay bir dənə dadına baxın, görün bu nədir də, nəyinizə lazımdır? Hələ belə bildiniz bu nədir, sonra yaxın düşməyin buna, əl atmayın buna. Ömür boyu sonra özünüzə peşmançılıqla yaranacaqsınız. Niyə belə? Tək özünüzə yox, ətrafınızda ata, ana, bacı, qardaş, o rüsvayçılıq, oğulların içində, bacı, qardaşın içində. Və bax, bu problemlərin tək başına həlli mümkündür. Bunun da hadisənin 3 istiqaməti var. İlk növbədə, əgər ailədə belə bir zorakılıq varsa, narkomanlıq varsa, ilk növbədə uşağı da özünüzü götürüb o mənzildən çıxmaq, o mənzildə qalmamaq, 102 və 802 nömrə zəng vurmaq. İnandırım, o zəng vursa sizin zənginiz anonim qalacaq, nə adınızı soruşacaqlar, heç bir yerdə adınız hallanmayacaq, heç bir yerdə adınız çəkilməyəcək. Çıxın, o zorakılıq bir evdə qalmayın. Əgər uşaqlarınızı yazdınız, ya çox üzrlüysə, mən bunu siz deyəndə, mən sizi nəzərdə tutmuram, o ailələri, o insanları nəzərdə tuturam. Mənə düz başa düşün. Çıxmaq orada, ya qohumların evinə getmək, sığınacaq var, sığınacaq mərkəzləri var. Heç olmasa ora getmək, hələ ki bu müddətdə o sizin mənzildə olan o insanla polis tərəfi araşdırma aparsın, bu məsələni həll edəsin. Digər ikinci məsələ o arvad tərəfindən, həyat yoldaşı tərəfindən məsuliyyəti öz üzərinə götürmək. Yəni, hərdən görürsə, arvad deyir ki, mən əlimə yaxşı baxmamışam, yaxşı qulluq eləməmişəm, günah məndədir, ona görə mənə qarşı zorakılıq tətbiq edir. Bu qətiyyən yanlış bir fikirdir, qətiyyən. Qadın, arvad heç vaxt özdə o üzərinə götürməməlidir. Əgər kişi öz üzərində, özündə o gücü tapa bilmirsə, alkoqolluqdanmı, narkomaniyadanmı, özlü xilas eləsin, bu qadını, bu arvadın heç bir günahı yoxdur orada. Və üçüncüsü, sonuncusu narkomanların müalicəsi. Köməklik eləmək, onu reabilitasiya mərkəzinə yerləşdirmək ki, orada müalicə olunsun. Yenə də deyirəm, bunun tamamilə müalicəsi yoxdur. Amma heç olmasa hansısa bir müddətə, 1 ilə, 2 ilə, 5 aya, 3 ilə, heç olmasa o ailə, o balalar, o balaca uşaqlar bir rahat yaşaya bilərlər. Və çıxışımız sonunda belə bir mesaj göndərmək istəyərdim. Bu zorakı olan ailələrdən o qorxunu qırmaq, qırın o qorxunu. Danışmaq, demək, ay utanıram, ay belə olar, elə olar. Onu qoy, o insan, o zorakarlıq sizə, o qadınlara qarşı törədən insan qoy utansın öz əməllərindən. Utanmaq lazım deyil. Və yaxından, qohumdan, tanışdan yardım istəmək.
Bax, bu üç əməlləri, bu bir mesaj kimi mən sizə çatdırıram, siz də öz ətrafındakı hansı ki görürsünüz ki, o ailələrdə zorakılıq var, onlara çatdırın zəhmət olmasa. Çox sağ olun, dinləndiyinizə görə təşəkkür edirəm sizə. Allah sizi var eləsin, o pis əməllərdən qorusun, pis əməllərdən uzaq olasınız. Təşəkkür edirəm. Çıxış üçün söz verilir. 20 sayılı Vəkil Bürosunun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Saadət xanım Abdullayeva. İnsan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Ölkəmizin qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında, uşaq hüquqları haqqında BMT konvensiyalarının qoşulması, qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, gender, kişi və qadınların bərabərliyinin təminatları haqqında, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi və institusional islahatlar bu istiqamətdə atılan mühüm addımlardır. Qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması, uşaq problemlərinin həllinin önə çəkilməsi istiqamətlərində görülən işlər, siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyi amilinə daha çox əhəmiyyət verilməsi, insan hüquqlarının qorunmasına öz bəhrəsini verməkdədir. Fundamental insan hüquqlarının məhdudlaşdırılması və pozulması halları, zorakılıq, o cümlədən cinsi məsumiyyətə görə zorakılıq halları cəmiyyətin aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, habelə son illərdə Azərbaycan Respublikasının həyata keçirdiyi təhsilli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də problemlər olaraq qalmaqdadır. Məişət zorakılığının qarşısının alınmasına böyük məbləğdə büdcə vəsait ayırır. Araşdırmalar göstərir ki, həmin vəsait sonradan zorakılıqdan əziyyət çəkənlərə xərclənən vəsaitə qənaət edilməsinə imkan yaradır. Belə fəaliyyətlərin həyata keçirilməsində həmçinin qeyri-hökumət təşkilatlarının da rolu əhəmiyyətlidir. Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirə salınması və hərtərəfli yardım göstərilməsi və bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması, məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi, uzunmüddətli və kompleks yanaşma tələb olunur. Məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması da əsas prioritetlərdəndir. Məişət zorakılığı ilə mübarizə sahəsində normativ hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəflər çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası qanunundan, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi normativ hüquqi aktlardan ibarətdir. Məişət zorakılığı sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində müəyyən işlər görülməsi zəruridir. Məişət zorakılığı probleminin və onun doğurduğu nəticələrin aradan qaldırılmasının uzunmüddətli həllinə nail olmaq üçün məişət zorakılığının qarşısının alınması, bu sahədə preventiv tədbirlər görülməsi əsas prioritet istiqamətlərdəndir. Zorakılığa yol verilməməsinin təşviqi əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş məlumatlandırma və maarifləndirmə tədbirlərini əhatə edir. Məişət zorakılığının qarşısının alınması, zorakılığa yol verilməməsinin təşviqi bir çox tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. İnsan hüquqlarına və azadlıqlarına hörmətlə əsaslanan münasibətlərin təşviqi, qadınlar və kişilər arasında bərabər münasibətlərin qurulmasının təşviqi, məişət zorakılığına sosial dözümlüyün azaldılması və heçə indirilməsi, mövcud mənfi stereotiplərin dəyişdirilməsi üçün bu sahədə ictimai məlumatlığın artırılması,
məişət zorakılığından zərər çəkmiş şəxslərin, eləcə də zorakılığın bu növünə məruz qalmağa həssas olan əhali qruplarının əlçatan yardım və müdafiə resurslarına daim məlumatlandırılması, məişət zorakılığı da daxil olmaqla qadına qarşı zorakılığa münasibətdə stereotiplərin dəyişməsində və bu problemə yeni yanaşmanın formalaşmasında medianın rolunun gücləndirilməsi, məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və artan identifikasiyası, erkən identifikasiyası məişət zorakılığı ilə mübarizə sahəsində əsas strategiyanın biridir. Məişət zorakılığına məruz qalan şəxslərin aşkarlanması və erkən identifikasiyası bir çox tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşdırılır. Məişət zorakılığına məruz qalan şəxslərin onu etiraf edə bilməsi üçün etibarlı şərait yaradılması yolu ilə zərər çəkmiş şəxslərin yaranmış vəziyyətlə bağlı susmasının qarşısının alınması və zorakılığının təkrarlanmaması riskinin azaldılması. Məişət zorakılığından zərər çəkmiş şəxslərə və onların uşaqlarına dəstək mərkəzlərinin yaradılması, psixoloji reabilitasiya kurslarının təşkilinin təmin edilməsi, məişət zorakılığı törətmiş şəxslərlə psixoloji reabilitasiya işi apararaq zorakılığın təkrarlanmamasına və onların öz zoraki əməllərinə görə məsuliyyət hiss etmələrinə nail olunması. Məişət zorakılığına zərər çəkmiş şəxslər üçün yaradılmış yardım mərkəzlərinin yaradılması bir çox vəzifələrin icrasını nəzərdə tutur. Məişət zorakılığından zərər çəkmiş şəxslərin beynəlxalq standartlara cavab verən, onların ehtiyaclarını tam qarşılaya bilən müvəqqəti sığınacaqlara təmin edilməsi, yardım mərkəzlərinin ixtisaslı kadrlarla təmin olunması, məişət zorakılığından zərər çəkmiş şəxslərə zəruri yardım göstərilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi, mühafizə orderlərinin verilməsi, məişət zorakılığı törətmiş şəxslərin qeydiyyata alınması, onlara tərbiyəvi qabaqlayıcı işlərin aparılması, zərər çəkmiş şəxslərin və onların ailə üzvlərinin təhlükəsizliyin təmin olunmasını mümkün edir və zorakılığın təkrarlanmamasının qarşısını almağa, məişət zorakılığı törətmiş şəxslərə öz zoraki əməllərinə görə məsuliyyət hiss etdirməyə imkan verir. Məişət zorakılığından zərər çəkmiş şəxslərin məşğulluq imkanlarının artırılması məqsədi ilə əmək bazarında tələb olunan peşələr üzrə peşək hazırlığı kurslarının təşkil olunması və onların digər aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində də tədbirlər görülməlidir. Görülən tədbirlərin nəticəsində məişət zorakılığına məruz qalan daha çox sayda qadınların dövlət orqanlarına, mediasiya, məhkəmələrə, qeyri-hökumət təşkilatlarına müraciət etməsinə imkan yaradılmışdır. Görülən tədbirlərin nəticəsində zorakılıq hallarının daha ağır mərhələlər keçməsinin hal-hazırda da qarşısı alınmaqdadır. Lakin bu fəaliyyətlər risk qrupu olan ailələrin müəyyən edilməsi prosesini müəyyən qədər asanlaşdırsa da, hələ də bəzi ailələrdə baş verən zorakılıq halları gizli qalmaqdadır. Bu halların aradan qaldırılması üçün müxtəlif layihələrin reallaşdırılmasına, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, ən əsası isə cəmiyyəti məlumatlandırılmağa üstünlük veririk. Qadınlara azadlıq, demokratiya haqqında dəqiq olmayan çoxlu məlumatlar verilir. Bu mövzuda maarifləndirmə bəzən düzgün istiqamətdə aparılmır. Bəzən qadınlar bir çox halda ürəkləri nə istəsə etməyi azadlıq kimi qəbul edirlər. Digər tərəfdən də köhnə adət-ənənələr meyilli olan kişilər qadınların birdən-birə bu qədər sərbəstləşməsinə təəccüb edirlər və buna anormal hal kimi baxırlar. Yenə nə kişilərimizin müasir dövrün tələbləri ilə bağlı məlumatları, nə də qadınlarımızın azadlıq və demokratiya haqqında təsəvvürləri düzgün və arzu olunan səviyyədə deyil. Bunun əsas səbəbi isə məsələ ilə bağlı maarifləndirici tədbirlərin bir çox şəkildə təşkil olunmamasıdır. Ona görə də bu cür gərginliklər yaşanır. O qadınlar ki, məişət zorakılığına məruz qalırlar, onlarda özünə inam hissi aşağı olur, özünə təsdiq bacarığı zəifdir, öz ayaqları üstündə dayana bilmir, daha çox valideynlərindən asılı olur, öz haqqını tələb etmir, üzləşdiyi haqsızlıqlara cavab verə bilmirlər. Ailə məişət zorakılığı görən uşaqlar evdə qorxduqları üçün başqa yerdə də qorxaq, özünə inam hissi olmayan, cəmiyyətdə yerini tapa bilməyən gənclər olaraq yetişirlər. Belə olan halda, onlar da ailədə olan zorakılığı cəmiyyətdə digər insanlar üzərində tətbiq etməyə başlayırlar. Bu səbəbdən dolayı gələcəkdə cəmiyyət üçün təhlükə olacaq insanlar yetişir. Bugün məişət zorakılığı olan ailələrdə gələcəyin məhbusları yetişir.
Çünki məişət zorakılığı görən uşaq cəmiyyətə ancaq zorakılıq, şiddət, bu kimi şeylər götürməkdədir. Bugün qadın ali təhsil almalı, öz karyerasını qurmalıdır. Qadın başa düşməlidir ki, əgər həyat yoldaşından məişət zorakılığına səbəb olan şəraitdə ayrılsa belə, öz ayaqları üstündə dayanacaq, övladını tərbiyə edə biləcək. Məişət zorakılığı yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət, xüsusən də yetişməkdə olan gənclərimiz üçün ciddi təhlükədir. Gənclərimizdə ailə ilə bağlı təsəvvürün belə faciələr fonunda formalaşması gələcək üçün heç də yaxşı deyil. Ailə necə olmalıdır sualının cavabı, ağır psixoloji durum, döyülən ana, məhv olan uşaqlıq olmamalıdır. Bəs buradakı bu problemin kökündəki əsas səbəblər nədir? Cəmiyyət olaraq bu kimi neqativ hallara necə mübarizə aparmalıyıq? Ancaq maarifləndirmə, biliklərə yiyələnmək, uşağın öz hüquqlarını ona başa salmaq, valideynləri isə öz hüquqlarını müdafiə etməsi üçün bu cür maarifləndirilməsi, daha çox maariflənməsi, öz hüquqlarını bilməsi və özlərinin hüquqlarını qorunması üçün özlərini müdafiə etmək bacarığına malik olmasıdır. Çox sağ olun. Növbəti çıxış üçün söz verilir Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ziniyyət xanım Ağabeyli. Hörmətli tədbir iştirakçıları, əziz tələbələr, hər birinizi salamlayıram və hər birinizdən biraz coşku, biraz enerji xahiş edəcəm. Baxıram, yorulmuşsuz artıq. Çalışacağım çox qısa çıxış edeyim, çox uzatmayacaq doğrusu. Məişət zorakılığına yox demək üçün hər birimiz buradayıq. Məişət zorakılığı cəmiyyətdə çox geniş yayılan, eyni zamanda geniş yaylığı qədər və gizli qalan, cəmiyyətin mənəvi sütunlarını sarsıdan və insan hüquqlarını kobud şəkildə pozan ciddi bir sosial bəladır. Məişət zorakılığının 4 əsas forması var. Fiziki zorakılıq, iqtisadi zorakılıq, iqtisadi, fiziki, cinsi və psixoloji zorakılıq. Biz məişət zorakılığı dedikdə ilk öncə gözümüzün qarşısına fiziki təmas, fiziki zorakılığı nəzərdə tuturuq, gözümüzü canlandırırıq. Amma məişət zorakılığı dediyim qaydada 4 növü var. Və bu zorakılığın ən geniş yayılan və ən təsirli forması, ən ağır forması psixoloji zorakılıqdır. Buna görə ki, psixoloji zorakılığın artıq siz tibb kollecinin tələbələrisiz, tibblə bağlı ilkin bilikləri əldə etmişsiniz və bilirsiniz ki, psixoloji travmanın çox dərindir və onun reabilitasiya olunması, yenidən cəmiyyətə qaytarılması, onun psixikasının yenidən sağlam vəziyyətə qaytarılması olduqca çətindir. Və bayaq qeyd olunduğu kimi, BMT-nin statistikasına əsasən dünyada hər üç qadından biri məişət zorakılığına müəyyən dövrlərdə məruz qalır. Və məişət zorakılığına biz ayrı-ayrı fərdlərin, ayrı-ayrı ailələrin, ailə daxili münaqişəsi kimi yanaşmamalıyıq, hansısa bir şəxsin problemi kimi yanaşmamalıyıq. Bu bütövlükdə hər bir cəmiyyətin problemidir. Çünki münaqişə olan ailələrdə böyüyən uşaqlar daha aqressiv olurlar və gələcəkdə bu aqressiyanı yenidən cəmiyyətə qaytarırlar. Bugün biz məktəblərdə, universitetlərdə və yaxud da dostlar arasında, qonşular münasibətlərdə biz yeniyetmələrin, hələ heç mən gəncləri bilmirəm, yeniyetmələrin belə, azyaşlı uşaqların belə təəssüflər olsun ki, cinayət hadisələrinin artmasının şahidi oluruq, müşahidə edirik. Bütün bunların köklü səbəbində ümumiyyətlə cinayət hadisələrinin əksəriyyətinin ili köklü səbəbində məişət zorakılığıdır. Zamanında zorakılığın qurbanı olan şəxs özünü müdafiə edə bilmir, özünü qoruya bilmir və həmçinin uşaqlar, ailələrdə böyüyən uşaqlar da buna mübarizə apara bilmir, gücü çatmır və gələcəkdə aqressiyanı yenidən cəmiyyətə qaytarır. Zorakılıq qurbanları bilməlidir ki, onlar üçün Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsinin 860 qaynar xətti var. Eyni zamanda Sosial Xidmətlər Agentliyinin 116-123 qaynar xətləri var və Ailə Qadın və Uşaqlar isə 116-111 dəstək xidmətləri var. Bu dəstək xidmətləri 24 saat aktiv olur və həmin qaynar xətlərin əlaqə saxlayaraq onlar tamamilə ödənişsiz, sosial, psixoloji dəstək və hüquqi yardım ala bilərlər. Azərbaycan Respublikası Mülki Proseslər Qanunvericiliyi, Vicdan Proseslər Qanunvericiliyinə əsasən artıq tamamilə ödənişsiz hüquqi yardımdan istifadə edə bilirlər zorakılıq qurbanları.
Biz zorakılığa qeyd etdiyim kimi, yox deməyi bacarmalıyıq. Zorakılığa başqa şəxsin problemidir və yaxud da bizim cəmiyyət belə yanaşır ki, ailə də, ailə daxili məsələdə qarışmaq olmaz, öz aralarında olan mübahisədə həllini tapacaq. Amma zorakılığa sözsüz qaldıqca, susduqca zorakılıq problemi daha da dərinləşir. Zorakılığa susmaq ona şərik olmaq deməkdir. Zorakılığa susmaq aqressora güc verir. Aqressorun qurbanı isə daha da çarəsiz və zəif duruma salır. Təəssüflər olsun ki, bizim cəmiyyətdə bəzən ailə daxili münaqişə olanda belə bir yanaşma var ki, bizdə bunlar əvvəl daha çox belə bir yanaşır. Gittikcə bu strateglər dəyişib, qurulur. Deyirlər, böyüklər bu ailənin böyükləri çağırar, ağsaqqal, ağbıçayı çağırar, aralarında olan tərəf arasında mübahisəni həll etsin. Əslində bu belə olmalıdır. Mesela Avropa ölkələrində və Almaniyada buna çox sərt yanaşırlar. Bir zorakılıq qurbanının öz doğmaları ilə ailəsi ilə belə sığmacağa götürdükdən sonra onunla tam ünsiyyəti məhdudlaşdırırlar. Heç bir həm offline, həm online belə görüşlərə, adi telefon danışıqlarına belə tamamilə qadağan olunur, icazə verilmir. Və zorakılıq təəssüflər olsun ki, biz bu gündüzdə qadın uşaq zorakılığından daha çox bəhs edirik. Çünki cəmiyyətdə bu daha geniş yayılır. Amma fərqi yoxdur. Bu kişilərdə də ola bilər, oğlanlarda da ola bilər ki, zorakılıq qurbanına onlar da hansı ki bunun şahidi oluruq. Və təəssüflər olsun ki, zorakılıq halları harada baş verir. İnsanların özlərini ən təhlükəsiz hiss etməli olduğu evlərində və doğmaları tərəfinə, hansı ki, insan öz doğmasına sığınır və öz evinə sığınır, bu onun üçün təhlükəsiz yer olmalıdır. Təəssüflər olsun ki, zorakılıq da bu evlərdə və doğmaları tərəfindən baş verir. Və mən siz gəncləri, xüsusən də burada bizim bəylərimiz də iştirak edir, səsləyirəm ki, zorakılıqla bağlı cavab verməməliyik. Biz zorakılıqla qarşı mübarizədə qanun çərçivəsində mübarizə aparmalıyıq. Düzdür, bu gün məişət zorakılıqla mübarizə üçün kifayət qədər qanunçilik aktları qəbul edilib, cəza siyasəti sərtləşdirilir, amma bununla biz məişət zorakılığına mübarizəyə tam nail ola bilmirik. Ona görə ki, cəmiyyət olaraq düşüncəmizi dəyişməliyik. Biz düşüncədə zorakılığa qarşı mübarizədə sıfır tolerant mədəniyyəti formalaşdırmalıyıq ki, sağlam cəmiyyət ola bilək. Və hər birinizi zorakılığa qarşı mübarizədə, gender əsaslı zorakılığa qarşı mübarizədə və erkən imkanlara qarşı mübarizədə aktiv olmağa dəvət edirəm, çağırış edirəm və hər bizdən xahiş edirəm ki, xüsusən bizim gənclərimiz, bəzən dostlarımızla, məktəb yoldaşlarımızla fərqi yoxdur, yolda gedərkən belə hansısa bir insanla mübarizəmiz varsa, o mübarizəni şiddət halında həll etməyə çalışmayın. Bizim gənclərdə olur, gələr saxlanıyıq, söhbət edərik. Belə münasibətlərdən çəkməyim, belə münasibətlərdən çəkməyim. Bütün hallarda biz istər ailədə, çünki biz ailəyə cəmiyyətin kiçik modeli deyirik və başlamalıyıq həm ailəmizdə, həm qonşuda, həm məktəbdə, yəni istənən halda münasibətləri yalnız və yalnız qarşılıqlı hörmət və etimad üzərində qurmalıyıq. Və yalnız bu halda biz sağlam cəmiyyət, sağlam gələcək qura bilərik və bizim gələcək nəsillərə ötürəcəyimiz ən dəyərli miras olacaq. Və bir daha sizi bu mübarizədə aktiv olmağa, fəal olmağa səsləyirəm. Diqqətinizə görə minnətdarım. Təşəkkür edirik maraqlı çıxışınız üçün. Növbəti çıxış üçün layihənin eksperti Gövhər xanım Quliyevanı dəvət edirəm. Çox sağ olun Gülər xanım, sizə təşəkkür edirəm. Hər birinizi, hörmətli tədbir iştirakçıları, dəyərli qonaqlarımız və o cümlədən də bizim gənclərimiz, əziz tələbələrimiz, hər birinizi salamlayıram və bugün sesiyanın son günləridir. Artıq imtahan vaxtından o gözəl qiymətli vaxtınızı ayırıb dəvətimizi qəbul elədiyiniz üçün sizə də təşəkkür edirəm. Hər birinizin zehni açıqlığı, uğurlar arzulayıram və bilirsiniz ki, uşaqlar, gənclər arasında həmişə daimi olaraq istər dövlət təşkilatları olsun, istərsə də qeyri-hökumət təşkilatları maarifləndirici bu cür tədbirlər keçirirlər. Sizin asudə vaxtınızı doldurmaq üçün, sizi məlumatlandırmaq üçün və bugün burada dəyərli bizim qonaqlarımız əyləşibdir. Yasamal rayon
icra nümayəndəsi, o cümlədən də bizim dəyərli vəkillər kolleqasının üzvləridir. Mən çox istərdim ki, bizim bu tədbir diskussiya xarakterli olsun. Bugün təbii ki, heç kim deyə bilməz ki, mən nədənsə sığortalanmışam, mən ailədə və yaxud ətrafda istər təhsil aldığımız təhsil ocağıdır və yaxud dostlardır, bizim ətrafımızdır. Yəni, hər bir kəs cinsindən asılı olmayaraq məişət zorakılığına belə deyək, məruz qala bilər. Və bugünkü mövzu çox aktual bir mövzudur və əsasən də məişət zorakılığı dedikdə ilk öncə yaxınlarımız tərəfindən bizə yaxınlarımız tərəfindən göstərilən zorakılıqlardır. Məndən öncə çıxış edən bizim dəyərli vəkil xanımımız çox gözəl şəkildə qeyd elədi, onların növlərini saydı və sizi səslədi ki, siz hər zaman həyatınızda, ətrafınızda baş verəcək hər hansı bir qeyri-advokativ məsələlər ola bilər, münasibətlər ola bilər, sizə təzyiqlər göstərə bilərlər və bu barədə təbii ki, bir çox xidmət növləri var, dövlət orqanları, dövlət təşkilatları var. İlk öncə təbii ki, təhsil aldığınız müəssisədə psixoloji yardımlar var, rəhbərlik var, ora müraciət edə bilərsiniz və dövlət olaraq hər bir dövlətin ən böyük xəzinəsi, resursu onun insanlarıdır və hər bir dövlət təbii ki, çalışır ki, vətəndaşları üçün müəyyən şəraitlər yaratsınlar və Azərbaycan dövləti olaraq, demokratik bir dövlət olaraq bilirsiniz ki, uşaqlar bizdə orta təhsil tam olaraq pulsuzdur və bugün burada bu sırada əyləşən gənclər arasında əksəriyyət qızlarımız üstünlük təşkil edirlər. Bu da təqdirə layiq hadisədir ki, yəni Azərbaycan xalqı olaraq biz həmişə mədəniyyətə, elmə çox böyük diqqət göstərmişik və nəzərinizə çatdırmaq istəyirəm ki, bir xalqı məhv etmək üçün ilk öncə onun sağlamlığını və onun təhsilini, onun mədəniyyətini əlindən almaq kifayətdir. Və Azərbaycan bir demokratik respublika olaraq tolerant bir ölkədir və elmə, təhsilə xüsusi diqqət yetirir və hər bir vətəndaşı üçün şərait yaradır ki, o təhsil alsın. Lakin uşaqlar, təbii ki, təmsil olunduğunuz ailə kiçik bir dövlətdir və o dövlətdə əgər sizə narahatçılıq varsa və yenə deyirəm, heç kim sığortalanmayıb və heç kim öz ailəsini seçə bilməz, valideynlər bizə Allah tərəfindən göndərilmiş belə deyək ki, varlıqlardır və ətrafınızda nə qədər sağlam ailə varsa, sağlam düşüncəli insanlar varsa, sizin gələcəyiniz bir o qədər təhlükə altında deyil, bir o qədər parlaqdır və buna görə də mən də bir ekspert kimi və o cümlədən bir təhsil işçisi kimi çox belə deyək, diqqət edirəm ki, həmişə bizim qızlarımız, gənclərimiz təhsil alsınlar, dövlətin layiqli vətəndaşı olsunlar, pis vərdişlərdən kənar olsunlar. Bunun üçün də təbii ki, ilk növbədə sizə əhatə edən mühit, ailə sağlam olmalıdır, ətrafınız sağlam olmalıdır və buna görə də xahiş edirəm, yenə də sizin narahat edən nə problemlər varsa, təbii ki, məxfilik şərtdir. Əsas məsələ, yəni şəxsiyyətin toxunulmazlığıdır. İllah da ki, siz gənclərin, ona görə də siz dövlət orqanlarına, müəllimlərinizə müraciət edə bilərsiniz. Və bir də bir məsələndə nəzərinizə çatdırmaq istəyirəm ki, erkən nikah məsələsi və bugünkü statistik hesablama göstərir ki, gənclər arasında çox təəssüflər olsun ki, ailə boşanma məsələləri yüksək həddədir və bir Azərbaycan xalqı olaraq bizim milli mental dəyərlərimiz var. Biz həmişə ailəmizə, vətənimizə xalq olmuşuq, mental dəyərlərimizə hörmətlə yanaşmışıq. Düzdür, bəzi adətlər var ki, məsələn, onları kənarlaşdırsaq daha yaxşı olar. Lakin ailə məsələləri bizdə toxunulmazdır və ona görə də gənclər arasındakı erkən nikah da bəzən valideynlərin təsiri altında məcbur edirlər, xüsusilə az yaşlı qızlarımızın ailə qurması məsələsi və bu da dövlət orqanları tərəfindən ailə, uşaq, qadın problemləri komitəsi var, bu məsələ ilə ciddi məşğuldur və çalışın ki, təhsil alın, elmə təhsilə diqqət yetirin, pis vərdişlərdən kənar olun və daimi sağlam olun. Çox sağ olun, təşəkkür edirəm diqqətinizə görə. Və bunu xahiş edirəm, əziz gənclər, sizi maraqlandıran hər hansı bir məsələ varsa, burada əyləşən hörmətli qonaqlarımıza müraciət edə bilərsiniz. Təşəkkür edirəm. Növbəti çıxış üçün dəvət olunur 20 saylı vəkil bürosunun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mahburə xanım Kərimova.
birinizi salamlayıram. Deməli, həmkarlar, yoldaşlar nə lazımsa kifayət qədər sizə məlumat verdilər. Ancaq mən çalışacağım ki, praktik tərəflərindən danışım. Bilirik ki, dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da ciddi tədbirlər görülməsinə baxmayaraq məişət zorakılığı aktual problemdir. Deməli, mən sizə sırf praktikadan danışmaq istəyirəm ki, məişət zorakılığı deyəndə hamının ağlında ilk olaraq qadınlara qarşı yönəlmiş zorakılıqdan söhbət gedir. Elə başa düşürlər. Həqiqətən də faiz etibarı ilə qadınlar və uşaqlar daha çox məişət zorakılığına məruz qalır. Ancaq mənim praktikamda dəfələrlə olub ki, kişilər məişət zorakılığına məruz qalıblar və bu adətən nigahın pozulması, aliment tələbi və bu ərəfələrdə mən onunla qarşılaşmışam. Ancaq bildirmək istəyirəm ki, hər bir halda siz gənclər, həyatınızı indi bu ərəfədə artıq seçimlərinizi, həyatınızı elə qurmalısınız ki, gələcəkdə istər kişi olsun, istər qadın olsun, öz həyatınızı məişət zorakılığının qurbanına çevrilməsi üçün sığortalamalısınız. Karyeranızı qurmalısınız, öz ayaqlarınız üzərində durmağı bacarmalısınız ki, kimsə sizin maddi, fiziki və yaxud da ki, psixoloji olaraq qısıtlamasın və siz zorakılığa məruz qalmayasınız. Bu bir. İkinci bir məqamı da nəzərinizə çatdırım ki, deməli, bayaq yoldaşlar da vurğuladı, qaynar xəttlər var. Bu tək sizin öz ailədə baş verən hadisələrlə bağlı deyil. Məsələn, qonşuda, qrup yoldaşınız, sinif yoldaşınız, yəni praktikada olub ki, tələbə yoldaşının ailəsində olan məişət zorakılığıyla bağlı deməli, tələbə mənə müraciət edib və mən onun tələbə yoldaşına köməklik göstərmişəm. Ailə Qadın Komitəsinə müraciət eləmişik, mühafizə orderi almışıq. Yəni, qısa müddətli mühafizə orderi var, bir də ki, uzun müddətli. Uzun müddətlini məhkəmə verir, amma qısa müddətli mühafizə orderini deməli, icra hakimiyyətləri verir. 30 gün müddətidir, səhv eləmirəmsə. Deməli, mühafizə orderinin mahiyyəti ondan ibarətdir ki, məişət zorakılığına məruz qalmış şəxsən, məişət zorakılığını göstərən şəxs, yəni müəyyən hədlər qoyulur ki, telefonla zəng eləyə bilməz, hədə gələ bilməz, yaxınlaşa bilməz və məişət zorakılığını törədən şəxsə də xəbərdarlıq olunur. Mən istəyirəm, bilim, görüm, siz ümumiyyətlə tutalım praktikada, qonşunuzda bir xanım fiziki şiddətə məruz qalır, siz bunu eşidirsiniz, qonşuda dava gedir. Siz yəni bugün biz sizə bu təlimi keçdik, sizi məlumatlandırdıq. Sizcə hara müraciət eləməlidir? Siz o qonşuya nə məsləhət görərdiniz? Yəni mən sizin fikirlərinizi bilmək istəyirəm. Siz çox passivsiniz. Yəni heç biriniz sual vermədiniz. Hər şey ya siz hər şey barədə çox məlumatlısınız, ya da ki sizə maraqlı deyil. Yəni kimin nə sualı olur? Belə bir halla qarşılaşmısınız. Buyurun. etiraz edirlər ki, mənim qardaşıma yaxşı davranırsın, mənə pis davranırsın və gedir narkomaniya əmək edir. Onda belə çıxır ki, ailələrin də burada təsiri böyükdür. Bəs ona görə məişət zorakılığı deyilir. Yaxşı, bəs onda o ailələr haqqında niyə tədbir görülür? O uşağın ixtiyarı var, qaynar xəttə müraciət eləsin, icra hakimiyyətinə müraciət eləsin, öz fikrini bildirsin. Yox, mən onu başa düşəm, sadəcə olaraq uşaq belə deyil, narkomaniya artıq meyil edir və ona olan olursa, o ailə haqqında niyə bəs tədbir görülür? Tədbirlər yəni səbəbkar ailədir. Yəni ailənin cəzalanması yox, hissi necə ola bilər? O icra hakimiyyətinin qəyyumluq himayə komitəsinə dəvət oluna bilər, komissiya dəvət oluna bilər, onlarla profilaktik söhbətlər aparıla bilər, xəbərdarlıq oluna bilər. Və nəticə olaraq əslində bugünkü gün deməli Milli Məclisdə uşaq hüquqları ilə bağlı, ümumiyyətlə bu məişət məsələləri ilə bağlı layihələr var, hazırlanır ki, sırf bunun qanunvericilik bazası tərəfindən inkişaf elətdirib praktikaya gətirsinlər. Yəni hal-hazırda olmasa da praktik gələcəkdə nəzərdə tutulur. Bir də ki onun üçün hansısa bir qanun çərçivəsində cəza təyin oluna bilərdir ki, bu hallar təkrarlanmasın. Bəli, ola bilər ki, gələcəkdə inzibati cərimələr tərtib olunsun onunla bağlı, inzibati protokol tərtib olunsun. Yəni, icra hakimiyyətinin indi bu məsələ ilə yox, digər məsələlərlə bağlı belə bir funksiyası var. Bu məişət tullantılarıyla bağlıdır filan adətən olur. Ancaq yəni, yəqin ki, bu istiqamətdə olacaq, yenə icra hakimiyyətini cəlb edəcəklər bu məsələyə. Mən icazə verəsə əlavə edeyim.
Bildiyiniz yəqin ki, siz də işinizdiniz. Bildiyinizə görə bu yaxınlarda qanunvericilikdə bir əlavələr oldu. Məktəbdə müəllim tərəfindən şagirdə qarşı konkret cərimə tətbiq olunacaq. Eyni zamanda da ailədə valideyn tərəfindən uşağa əgər hansısa bir zor tətbiq olunursa, güc tətbiq olunursa, təbii ki, o siz sualınıza cavab valideyni cərimələnəcək artıq. Artıq bu qanun artıq qüvvəyə mindi. Əvvəl yox idi, bu təzəlikcə qüvvəyə mindi bu qanun. Sadəcə böyle bir şey var da, məsələn, insan var, insanın özünün iradəsi var, düşüncə tərzi var, xarakteri var. Məsələn, mən düşünə bilirəm ki, bu şey səhvdir, bunu eləməməliyəm. Ancaq insan var ki, iradəsi zəifdir, onu edə bilir. Və hansısa belə bir bacısına və yaxud qardaşına çox sevgi görür, hansısa pis işlər meyil edir ki, mən ailəmdən deyil çıxıram. Yəni, belə bir şeylər olur, çox olur. Mən də sizə məsləhət görürəm ki, ayıq olun. Yəni, tələbə yoldaşlarınızdır, qonşularınızdır, görəcəksiniz də, həyatınızda qarşınızda o qədər insanlar çıxacaq hələyindən sonra. Yəni, siz ayıq olun, məsələn, narkomaniya ilə bağlı qarşısını ala bilərsiniz, müəyyən mənada təsir eləyə bilərsiniz və yaxud da ki, müəllimin elədiyi kimi sahə müvəkkilinə bildirə bilərsiniz. Yəni, bunu siz eləsəz ya da qonşuda hansısa bir xanım məişət zorakılığına məruz qalıb, onunla bağlı qaynar xətt. Birinci xanımın özünə müraciət etmək lazımdır və bildirmək lazımdır ki, bu cür funksiyalar var. Hal-hazırda dövlət nəzarətindədir. Siz qaynar xəttə müraciət eləyə bilərsiniz, hüquq mühafizə orqanlarına. Bəzən olur ki, heç fiziki şiddət olmur, psixoloji şiddət olur. Səsin tonunu qaldırır, nalayiq ifadələr işlədir. Onunla bağlı da yəni mühafizə orderi verilə bilər. Məişət zorakılığı dedikdə yalnız döyülmə deyil, ağlı şəxslərə qarşı, məsələn, atasını, anasını baxımsız atıbdır qonşuda, günlərlə ayla gəlmir, dərmanını vermir, əynini almır, təmizliyinə riayət eləmir, o da məişət zorakılığı hesab olunur və onunla bağlı da yenə də hüquq mühafizə orqanlarına siz müraciət eləyə bilərsiniz. Elə insanların ailə qurması necə və buna niyə icazə verilir? Yəni, o ayrı bir mövzudur. Yəni, əslində qalsa mənim öz şəxsi fikrimdir. Mən fikirləşirəm ki, nigaha daxil olmamışdan qabaq mütləq şəkildə fərdlər, istər xanım, istər kişi, hər ikisi psixoloji müayinədən keçib ailə qurmağa hazır olmamağı müəyyən olunmalıdır. Bəli, yəni heç olmasa hazırdırmı? Hələ mən o altda yatan məqamları demirəm. Psixoloji olaraq bu ailə qurmağa hazırdır, yəni o məsuliyyətin altına, yükün altına girməyə hazırdır, yəni. Bəli, yoxlanmalı. Başqa sualınız yoxdursa, vaxtınızı çoxalmayıb yorulmuşsunuz. Sağ olun, təşəkkür edirəm. Son olaraq mən də bir ev sahibi olaraq qısa çıxış eləmək istəyirdim. Bizim tələbələr tanıyırlar, qonaq tələbələr üçün, yəni kollecin qiymətləndirmə monitorinq bölməsinin rəhbəri, həm də fən müəllimiyəm. Mən bir balaca araşdırma apardım. Təbii ki, zorakılıq sözünün mənasını biz hər birimiz bilirik. Yəni, bu müxtəlif növləri olmaqla zorakılıq deyəndə fikirləşirik fiziki, psixoloji, emosional, yəni qeyri-qanuni, məcburi yolla kimisə nəyisə məcbur etmək və s. Və sözün əvvəl qismini istəyirəm biraz izah edəyəm. Məişət sözü. Məişət sözü ərəb mənşəli sözdür. Yəni, bu insanın yaşayış tərzi, həyatı, dolanışığı haqqında olan bir sözdür, onu ifadə edir. Yəni, burada biz insandan danışırıqsa, təbii ki, yəni bu vacib bir məqamdır və dövlətin bütün istiqamətlərdə olan siyasəti məhz insanın normal yaşamağına, sağlam həyat tərzi sürməyinə yönəlib bilirik ki, bu məqamda biz tibb işçilərinin də işi az deyil. Bu mövzunun hüquqi tərəflərini kifayət qədər izah elədi, hörmətli qonaqlarımız. Biraz o tibbi tərəflərinə toxunmaq istəyirəm. Əvvəla, hörmətli Rasim müəllim narkomaniya haqqında məlumat verdi, çox ətraflı. Bu mövzuda bizim kollecdə tez-tez tədbirlər keçirilir və ümidvaram ki, öz effektini göstərir də. Amma bir şey demək istəyirəm. Əgər yadınızdadırsa, biz sizlə insan beynini, anatomiyasını öyrənəndə, orada biz ümumiyyətlə insanın sinir sistemini öyrənəndə, orada biz vurğuluyorduk ki, yadınızdadırsa, hər bir şeyi, düşünün bir insan orqanizmini bir ev kimi düşünsək,
Yəni biz sümükdən başlayırıq, sinirdə bitiririk bilirsiniz. Biz əvvəl başladıq kərpiçlərlə evi qurduq, onu malalayırdıq, onu suyla, elektriklə, yəni hər bir şeylə təchiz edilir. Ən son elektrik, biz yadınızdadsa demişdim ki, bir telefon düşünün, ən bahalı model olsun, amma onun elektrik təminatı olmasa telefon işləməyəcək, düzdür? Bu arada biz danışmışdıq sizlə. İnsanın sinir sistemi də odur. Yəni sinir sistemimizin fəaliyyəti olmasa, orqanizmin heç bir şəkildə nə fiziki, nə belə deyək, emosional fəaliyyətini düşünmək belə olmur. Və biz bilirik ki, dəfələrlə mümkündür ki, insan, məsələn, cərrahi əməliyyata girsin və bu əməliyyatlar mütləq anestezioloji prosesdən keçir, bilirsiniz. Yəni, bu da nəyə təsir edir? Birbaşa baş verir. Yəni, insan bir müddətlik hissiyatı olmamalıdır ki, ağrıdan şoka düşməsin. İnsan biləndə ki, dəfələrlə əməliyyata girsə və o vasitəni bədəninə daxil etsələr, insan psixoloji olaraq bunu bilir ki, bunun sağlığı üçün, yəni onun narkotik vasitə kimi qəbul eləmir. Amma insan onu bir dəfə də olsun, narkotik vasitədir, bunun dadına mən də baxım kimi qəbul eləyəndə, bax, o insanda artıq o psixoloji asılılığı yaradır. Eyni şeyi dəfələrlə qəbul eləyə bilər, amma o onu məqsədlə qəbul eləməmişdi və bilməmişdi orada məqsədi. Amma məqsədli şəkildə qəbul eləyəndə, bax, o insanda o asılılığı yarada bilir. Buranın bir balaca o biliklərimizi yeniləmək üçün gəlirdim. Qaldı, hər biriniz tibb müəssisəsi məzunu olaraq, ya tələbəsi olaraq, hər birimiz mütləq gigiyena dərsi biz keçirik. Bu çox əhəmiyyətli bir fəndir. Gigiyenada sosial gigiyena deyilən bir bölməsi var. Burada insan sağlamlığına təsir edən faktorlardan söhbət gedir. Yəni, biz tək xəstəliyi müalicə eləməməliyik. Birinci məsələ, insanı xəstələnməyə qoymamalıyıq. Yəni, xəstəliyin qarşısını almalıyıq. Profilaktika sözü odur. Burada təsir edən faktorlar nədir insan sağlamlığına? Yadınızda olan varsa kömək edin. Nədir o faktorlar? Hava, su, torpaq və sosial faktorlardır. Bax, bizim qidamızda, havada, suda təsir edə bilər bizim sağlamlığımıza. Amma hər şeydə yerindədir, sosial faktorlar bizə təsir edə bilərmi? Bir insan düşünün, evdə səhər durur. Deyək ki, siz tələbəsiz. Ata oradan sizə bir acıqlanır, ana buradan acıqlanır, bacı qardaş buradan acıqlanır. Çıxırsınız bayra, bilirsiniz ictimai nəqliyyatda. İctimai nəqliyyatda bir cür sizə yaxşı münasibət göstərilmir. Bir yaşlıdan bir acı söz eşidirsiniz. Gəlirsiniz dərsə, deyək ki, kollecə, qrup yoldaşınızla. Bu münasibətlə bütün günü davam edən insanda sağlamlıq haqqında danışmaq olar. Özündə topladığı o mənfiləri mütləq kiməsə ötürməlidir, düzdür. Ona görə biz bu ölkənin vətəndaşıyıq. Mən həmişə deyirəm bunu çıxışlarımızda. Vətəndaş, biz ölkəni böyük bir ev təsəvvür eləsək, hər birimiz o evin bir daşıyıq. O bir daşı sağlam olmayan ölkə nə ola bilər? Siz gələcəyin vətəndaşlarısınız. Mən başa düşürəm, sizin üçün çox çətindir. Bu durumdan çıxış yolu, bu məişət zorakılığı dediyimiz. Çünki bu bizim hər addımda rast gəldiyimiz bir şeydir. Burada düzgün mülahizə yürütmək, çıxış yolu tapmaq sizə çətindir. Niyə görə? Bizim dövrümüzdə yox idi bu. Sosial mediadır, mobil telefondur, odur. Yəni, çox qısa keçmişdən danışıramda. Təəssüf çox sürətlə gedir. Bunun yaxşı tərəfi də var, pis tərəfi də var. Amma onu deyəcəm ki, bizdə bir qınaq var idi. Qınaq məsələsi var idi, ev şəraitində də, iş şəraitində də, məktəb şəraitində də bunu eləmək olar, bunu eləmək olmaz. Və yaxud da filmlərdə həmişə nə görürdük? Müsbət qəhrəmanlar qalib çıxırdı və bu bizə ruhlandırırdı ki, deməli, müsbət olmaq lazımdır. Çox təəssüf ki, mən özüm indi nəzərdən keçirirəm. Bax, məşhur seriallar gedir, hamının baxdığı, izləmə rekordları qıran seriallardır. Baxırsan, görürsən ki, bir dəfə mənfi xarakteri çıxardır, üzrə müsbət eləyir, müsbəti çəkir dala. Yəni, seçim eləmək buraxılır insanın özünə. Təbii ki, o mənfidən xoşlanan mənfinin tərəfində olur. Müsbətdə heç bir bunun tərbiyəvi əhəmiyyəti yoxdur. Və həddən artıq emosional zorakılığı təbliğ edən filmlər də, elə sosial xəbərlər də hamısı çox xahiş edirəm, ayıq sayıq olun. Düzgün çıxış yolu tapmağı bacarın. Mərhəmət hissini ürəyinizdən əsirgəməyin. Əməllərinizdən əsirgəməyin. Yəni, hər kəs özündən başlamalıdır, hər vətəndaş özündən başlamalıdır. Xoş söz deməyi sevin. Niyə görə biz elə
mənfi söz deməyi, tənqid eləməyi xoşlayırıq. Bunun paltarı buna yaraşmır, bunun saçı buna yaraşmır, bu nə? Amma xoş sözü biz nəsə biraz elə bir siniclik edirik deməyə. Bilirsiniz, o nə qədər insanı belə yaşamağa həvəsləndirir. Heç olmasa, məsələn, bir psixoloq, nədir bu, mənşət zorakılığına uğradığın mühitdən çıxıb başqa bir mühitə gedəndə orada sakitlik tapmalısan. Bir də mən araşdırmalara görə burada ancaq ailə və yaxınlardan alınan zorakılıq nəzərdə tutulur burada. Amma mən deyərdim ki, siz ömrünüzün, gününüzün çox hissəsini keçirirsiniz. Oxuyanlar kollecdə, işləyənlər iş şəraitində mütləq tələbə yoldaşlarınızın, iş yoldaşlarınızın, müəllimlərinizin belə sizə münasibəti, zorakı münasibəti sizdə pis emosional təsir yarada bilər. Ona görə susmaq lazım deyil, hüquqlarınızı bilməliyik, cəsarətli olmalıyıq. Heç kəsin ihtiyacı yoxdur ki, insanın şəxsiyyətini alçatsın, ona nəysə xoşa gəlməz bir söz desin, ona səhv bir istiqamətə yönəlsin. Ancaq cəsarətli olun sözünüzü deməyə və hər zamanda pozitiv olun. Və hər zaman da əzilənin yanında olun. Heç vaxt yan keçməyin. Gördüm, bir uşağı incidirlər, keçim gedim, nəyimə lazım, özümü zibilə saldım, çox vardı. Üzr istəm ifadəmə görə, məhz belə düşmür çoxsa, özür işə salma, amma susmaq olmaz. Həmişə əzilənin yanında olun. Allahın izni ilə sizə gözəl gələcək arzulayın. Çox çətin zamanda yaşayırıq. Bu vəziyyətdən çıxmaq sizin əlinizdədir. Dövlət də hər istiqamətdə sizin arxanızdadır. Sadəcə hüquqlarınızı, qanunlarınızı bilmək lazımdır. Minnətdaram mən Hicran xanım sizə, hörmətli qonaqlarımıza, belə maraqlı mövzuda tələbələrimizi maarifləndirdiyiniz üçün. Yenə də suallarınız varsa, müraciət edə bilərsiniz. Sualınız yoxdur. Onda icazə verib tədbirinizi bağlayırıq. Nəyəsə də alışlarımızla Hicran xanımı dəvət edək, tədbiri bağlamaq. Mən də burada əyləşən tələbələrə, qonaqlara minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatının Dövlət Dəstəyi Agentinin sədri Aygün xanım Əliyevaya təşəkkür edirəm. Yaşamaq rayon İcra Hakimiyyətinin başçısı hörmətli Erşad Həsənova, Təravət xanıma, Rasim müəllimə təşəkkür edirəm. 2 nömrəli Bakı Baza Tibb Kollecinin müdiriyyəti, hörmətli Dilarə xanım, Vəfa xanıma, Gülər xanıma təşəkkür edirəm. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbəri Anar Bayramova, Aydın müəllimə, Orxan müəllimə, Dilarə xanıma, Gülər xanıma, Sadət xanıma və Məhrura xanıma təşəkkürümü bildirirəm. Gözəl vaxtlarınızda sağ edib, bizim tədbirdə iştirak etdiklərinə görə. Öncədə sizə təşəkkürümü bildirirəm ki, çox sağ olun ki, mənim gözəl balalarım, sizin bütün qabaqda gələn işlərinizə, tədbirlərinizə iştirak etdiyinizə görə təşəkkür edirəm, uğurlar arzulayıram. Həmişə adınız, sorağınız yüksək zirvələrdən eşidilsin. Mən inanıram ki, buradan yetişən tələbələr hər zaman yüksək səviyyədə olur. Bir də mən Rabitə Kollecinin rəhbəri Səbubu müəllimə, Şahmurad müəllimə, hətta oğlum Zəhraman oğluma təşəkkür edirəm ki, bizim tədbirdə yüksək səviyyədə uşaqları gətirdi. Bizim tədbirdə iştirak elədiyinə görə Rabitə Kollecinin tələbələrinə də öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. İlk isə mənim qonaqlarım və tədbirdə iştirak edən tələbələrim xatirə şəklini getmədən öncə bir dənə xatirə şəkli çəkdirək ki, hər zaman baxanda yad eləyək bu günlərinizi. Çok sağ olun. Bunlar hamımıza.